Herkese salam dostlar. Bugün sizlerle anılarımızı danışırıq ve bugün elədiklərimizi. Bəli, danış. Dostlar, deməli biz bu dünənləri lavabo açılımı videodan sonra Məsimə dərs edəcəykən mən də ağlıma bir fikir gəldi. Dedim ki, Məsikə rejim eləyirkən maraqlı olar, bəlkə rejimə düşərdim, nə bilim. Birinci işimiz dostlar, durduq saat 9-a. Əslində 9-a durmadım, mən 8-də durdum. Çünki hazır vaxt qazanmış olaraq mən sizlə durdum. İdman elədik, sonra belə bir şeylər elədik, yalan falan. Amma ən birinci əl üzümüzü yuduq, sonra idman etdik. Paltar zat geyindim. Oynadık. Oynamağa ana-baba oynadıq orada, kromizad var. Bəli dostlar, yemək yedik. Təbii ki də yeməyi yedik. Sonra günorta yedik bir də yeməyi. Sonra səhər durduq, oyandıq, oynadıq. Yeməyi yedik, bitirdik, əncir çörəyi yedik. Bir də şey elədik. Makofe. Ağzımda qalıb. Nə şeyi? Kofe. Bir də oyun oynadıq, PUBG. Doğru səhətdə piu. Baxın çox dostlar, belə əyririk bizi vurmasın deyə. Biz başımızı belə götürsək, bilmirsən. Hə dostlar, PUBG çəkirəm. Yəni mən linç xoşlamıram. Yəni məsələn mənim bir dənə kanalımda 80 abunəm var idi. Onu qazanmışdım 80 abunə. Onu bütçən qazanmaq var. Məsələn bəlkə biri çalışdığım üçün, bir ilə yaxın çalışdığım üçün. Bəli dostlar, zəhmət olmasa siz də məni 80 abunə eləyərsiniz, zəhmət olmasa. Dostlar, mənim hələ deyəsən 12 zat abunəm olmalı idi da. Çünki təzə açmışam da, mən bir il öncə açmamışam. Özdə dostlar, dedim ki 20 abunə ol. Və dostlar, mən sizə bir dənə anından danışsam. Dostlar, ant deməyək də, yəni bir il bundan qabaq olub bitən bir şeydə ant kimi sayılar. Ya da 7-ci yaşımızda danışım. 7 yaşında bizim Artden krinkamız var idi, yerini deməyəcəm. Elə bir ki, bizdə necə idi dostlar? Biz atam mən üçün tortla şar gətirmişdi. Ürəklidir, yadımda deyil. Elə bilmişdim ki, Artden üçün gətirdim. Nə bilim, Artden'də qutlama falan yeyirlər. Mənim yadımdan çıxdı ad günüm, heç fikrimdə belə deyil ad günüm. Deyirəm, ad günüm olsaydı. Bir də evə gəlirəm. Atam mənə belə balaca mini aynalar alır. Bir dənə ayna alıb mənim üçün. Bir də belə şəkil çəkirlər, görmüşsünüz gölgədə. Ondan almışdı. Tort üfürdüm. Çox xoşuma gəlmişdi ad günüm. Çox sevinmişdim. Və dostlar, sizə indi 9-cu yaşımı danışırsam. Mən 9-cu yaşımı Olimpik qızlarda xalam qızgiliyinə, yəni dostlarımla keçirdim. Çox sevindim. Hər kəs var idi, oğlanlar da var idi, amma 1-2-3 dənə var idi. Əmmin qızı da var idi, xalamın qızı da var idi. Çox qəşəng keçirmişdim. Yəni orada bir dənə sadə bir makyaj eləmişdim. Hədiyyələr açmışdım. Hətta mənə gitar belə almışdılar, gitar. Piyanom var. Bir də mənə yeni ildə, bilməm neçə yaşımda falan, mənə piyano almışdılar. Hələ də qalıb o piyano. Mikrofonunu itirmişəm. Mikrofonu refordaydı. Bu arada sizə neçənci yaşımda danışım? Birinci. 10-cu yaşında işte. 10-cu var. 10-cu. 10-cu dostlar, mən xəstələnmişdim maalesef ki. Məktəbə də gedə bilməmişdim. Təbrik elə bilmədim. Birinci gün gedəmədim. Dərs bir həftə keçdi, sonra düzəldim. Müəllimə və dostlar, bir həftə keçdi. Müəllimə mənə təbrik eləmədi. Heç də ad günü kimsə təbrik eləmədi. Demədi, ad günü mübarək məzmə. Təbii ki, buna görə çox sevindim. Sevinmədim, hətta nə sevinməsi. Və dostlar, mənim ad günümdə atam mənə Redmi 14 Note aldı. Qardaşımla telefon takas elədim. Samsung A16 var indi. Dostlar, onu xəyalım idi. Yəni, mən telefonun Redmi olması çox xəyalım idi bu arada. Telefonum oldu və çox sevindim. Çünki yəni xəstələnmişdim, o qədər sevinmişdim ki, qızdırmam belə düşmüşdü. O qədər deyim də, yəni həqqi də o qədər sevinmişdim ki, qızdırmam düşmüşdü böyle ayağımda. Qızdırmam düşmüşdü, necə deyim. Bunu açdım, bir qəşəng paketini.
telefonuma yazmaya başladım nömrələri. Nə bilim, xalamın qızını yazdım, əmmin qızını. Hər kəsin adını yazdım tək-tək. Telefonumdan çox vaxt keçirmişdim. Bu arada çox sevinmişdim. O qədər sevinmişdim ki. Dostlar, mən o vaxtda məktəbə girmirdim çünki xəstələnmişdim. Bu arada mən çox baxırdım o əvvəllərdə. Şortlara 7-8 saatdır baxıram və anam buna bir şey demirdi. Atam dəqiqədə bir mənə yazırdı, yaxşısan, yaxşısan. Nə istəyirsən? Mən təbii ki də bir şey istəmirəm çünki xəstə olanda adamın ürəyi bir şey istəmir. Belə dostlar, anım. Dostlar, mənim analarım o qədər də qəşəng deyil. Yəni məsinki kimi telefon deyil. Dostlar, mənim anam nə olub? Atam, mən bir dənə, əslində ana sayı olmur məncə. Atam mənə söz verib ki, 5-ci sinifə 5 ilə qutarsam mənə iPhone alacaq. Amma inanmıram o qədərdən. Amma söz verib, məncə əgər söz. Dostlar, indi Zeynəb anısını danışır. Zeynəb anısını danışdı, indi Məsumə danışır. Nasıl danışdım yalan talana? Heç yalan falan anam. Baba, anam mənə söz verib ki. Nə söz vermişdim? Boş ver. Dostlar, mən 9 yaşında istədiyim pomada, gloss, nə bilim. Mənə nə var? Mənə 8. Alpengold, maçalka, krem, uydur getsin. Və dostlar, bu tarz videoların gəlməsini istəyirsinizsə, bildirimləri açıb, abunə olub, like atmağı unutmayın. Sağ olun.